Xətai rayonunda köhnə və qəzali evlərin söküntüsü davam edir. Ağşəhər layihəsinin əhatə edən küçələrdə də fərdi evlərin söküntüsü aparılır. Lakin evlərin sökülməsini istəməyən bəzi vətəndaşlar onlara təklif olunan kompensasiya məbləği ilə razı deyil. Əməkdaşımız Rəşad Vəkiloğlu sözü gedən ərazidə vətəndaşların şikayətini dinləyib izləyək. Evimiz deməli sənəddə 114 kvadratdır. Ancaq ki onlar gəlib, icra nümayəndələri gəlib hesablayırlar, 96 kvadrat çıxarırlar. Belə bu da bizə sərf eləmir, 1250 manatdan bizə şey deyiblər də, deyiblər. Bizə də o bazar iqtisadiyyatına, bu qiymətlərin, bu cür evlərin bahalaşmasına heç cür uyğun gəlmir. Xətai rayonu Süleyman Vəzirov 49 ünvanında fərdi evlərin söküntüsü davam edir. Məqsəd şəhərin ümumi görünüşünə xələl gətirən köhnə və qəzalı evlərin yeniləri ilə əvəzlənməsidir. Lakin ərazidə söküntü xeyli müddətdə gecikir. Səbəb isə bəzi sakinlərin evlərinin sökülməsinə razı olmamasıdır. İlkin mərhələdə evlərin ölçülməsi komissiya tərəfindən həyata keçirilsə də, razılaşmayan ailələrin evlərinin kvadratı yenidən hesablanıb. Layihə əsasında ümumilikdə bu ərazidə 106 evin sökülməsi nəzərdə tutulur ki, elə 2 il ərzində bu evlərdən yalnız 54-ün sahibi ilə razılıq əldə olunub və onlara kvadrata görə 1250-1500 aralığında ödəniş həyata keçirilib. Lakin yerdə qalan sakinlər öz evlərinin sökülməsinə razı deyirlər. Səbəb olaraq isə evlərinin kvadratının düzgün hesablanmadığını bildirirlər. Sakinlərin köçürülməsi və söküntü başa çatdıqdan sonra söz gedən ünvanda yaşayış binaları, park və yaşayış obyektlərin tikintisinə başlanılacaq. Buna görə də razılaşmayan sakinlər icra hakimiyyətindən pul deyil, hazır mənzil istəyir. 100 kvadratlıq evə deyir 55 kvadratdır. Halbuki yəni ki sənəddə pul versinlər. Heç olmasa biz istəyərdik ki, hələ 4000 kvadratı satmır Novostroykada. Burada da versin də ölü 4000'e versin. Bizə heç cürə sərf eləmir. Dəfələrlə icra hakimiyyətində olmuşuq. Bu qiymətə görə biz razı deyilik. Heç olmasa bizə ən azından ev versinlər. Tikdikləri ərazidə ev versinlər, biz evlə razılaşırıq. Bu yəni bu plan Bakının hər bir yerində də var. Bizə qəti bunu qəbul eləmirlər. İstədiyimi almasam nəyə çıxıram ki, mən geyib özümə ev ala bilmirəmsə, nəyə verirəm bunu kiməsə? Bəzi sakinlər isə kompensasiya məbləğinin kvadrata görə dəyişdiyini iddia edir. Kvadrata nə qədər pul? 1250'den artıq vermirlər. 100 Heç olmasa bir 3000'den versin gedək. 45 kvadratı gətirib 35'e çıxardırlar ki, yəni biz düz ölçürük. Xətai rayon icra hakimiyyətindən verilən məlumata görə sözügedən ərazi üzrə təyin olunmuş kompensasiyanın məbləği ərazi üzrə bazar qiymətləri ilə tənzimlənib. Ərazi müvafiq şirkət tərəfindən qiymətləndirmə şirkət tərəfində qiymətləndirilir, təhlil aparılır və onun qiymətlər kvadrat metrəsi üçün qiymətlər qoyulandan sonra yəni onun söküntü işlərinə başlanılır. Vətəndaş həqiqətən də tam şəkildə narazıdırsa, yəni bizim təqdim olunan vəsaiti istəmirsə, narazıdırsa məhkəməyə müraciət edə bilər və bəzən də belə bir məsələlər də olur. İcra hakimiyyətindən o da bildirildi ki, razılığa gəlməyən sakinlərlə hazırda danışıqlar davam etdirilir. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.